Bəzi sevgilər var ki, insan onları sonradan öyrənmir, onlarla böyüyür. İmam Hüseynə olan sevgimiz də bu cürdür. Uşaqlığımızdan bəri evlərimizdə onun adı hörmətlə çəkilib, məclislərində göz yaşı axıdılıb, sevgisi isə qəlbimizə həkk olub və inşallah bu sevgi ömrümüz boyu bizimlə qalacaq. Bugün hazırladığım bu kiçik çay paketlər İmam Hüseyn adına veriləcək ehsan üçündür. Kiçik görünsə də, amma hər birini böyük sevgi və ona olan məhəbbətimlə hazırlamışam. Çünki ehsanın dəyəri onun böyüklüyündə deyil, niyyətindədir. Arzum budur ki, bu paketləri alan hər bir kəs onun ruhuna və bütün Kərbəla şəhidlərinə bir salavat göndərsin və dua etsin ki, Kərbəla şəhidlərini ehtiramla yad edirik. Allah bütün ehsanları qəbul etsin. İmam Hüseynin sevgisini də qəlbimizdən heç vaxt Çünki İmam Hüseyn əleyhissalam bizə haqqın, səbrin və fədakarlığın nə olduğunu öyrədib. Onu sevmək təkcə dillə deyil, əməllərimizlə də gözəldir. Ümid edirəm ki, bu ehsanı alan hər bir kəs bir Allah qəbul etsin duası edər və İmam Hüseyni rəhmət və ehtiramla yad edər.